Əziz Azərbaycan Türk milləti və dəyərli Arazı News müxatəbləri, başqa bir analiz proqramı ilə xidmətinizdəyim. Bildiyiniz kimi 3-4 gündən bəridir ki, İranda yenə də etirazlar davam edir. İsfahan şəhərindən başlayan etirazlar ki, aclığa, bahalığa, işsizliğə olan etirazlardılar, susuzluğa, bərqin yoxluğuna. Bugün etibarilə Məşədə, Tehrana, Sariyə və digər Fars şəhərlərinə də yayılıbdır və bugün gördük ki və əminəm sizlər də gördünüz ki, bir neçə Fars şəhərlərində etirazlar çoxalmağa başlayırlar, genişləyirlər və şüarlar sadəcə artıq məişətlə, bahalığıyla, təvərrüblə ilgili deyil. Bəlkə tamamilə siyasi şüarlar ortaya çıxmağa başlayıb və demək olar ki, keçən dey olaylarının, dey hadisələrinin təzə bir dalqası, təzə bir mövzu gedir ki, İran ölkəsində baş tuta və getdikcə də genişliyə. Əlbəttə, burada nə yazıq ki, biz görürük ki, bu rejimin əleyhində verilən şüarların yanında və bu bahalığa, yoxsulluğa, işsizliğə qarşı verilən şüarların yanında bir də bir sıra faşisti, ırqçı, nijadpərəstanə şüarlar da verilir ki, onun başında Riza Şah Ruhət Şad şüarı gəlir və nə yazıq ki, bu göstərir ki, Fars toplumu zehniyyət olaraq maalesef hələ o demokratik anlayışa nəinki yetişməyib, bəlkə bir geriyə dönüş, dalı getmə, əqəbgəd var bu Fars toplumunun zehniyyətində. Və elə bu özü bizə göstərir ki, maalesef bizim Azərbaycanın və qeyri-Fars millətlərin zehniyyəti Fars toplumu ilə nə qədər fərqlidir və bunlar nəyin dalısıcadırlar? Bunlar yenidən istəyirlər bir Fars şahlığı, kraliyyəti quralar ki, təbiətən o da bizə heç bir şəkildə, necə deyərlər, qəbul edilə bilir bir məsələ deyil. O tərəfdən baxırıq, görürük ki, indi xaricdə şahçılar, xalq mücahidləri və başqa Fars qruplar Amerikada məxsusən bir araya gəliblər və mütədavimən, sürəkli bir şəkildə bu etirazları eşdən təhric eləyirlər və millətdən istəyirlər ki, bunlar xiyabana çıxsınlar. Əlbəttə ki, hər millətin haqqıdır ki, çıxsın xiyabana və etirazını bildirsin, haqqını tələb eləsin. Elə İranda düzdür, qeyri-farslara müzaəf bir zülm olur, müzaəf bir milli zülmü var. Amma vaqiət budur ki, elə Fars toplumuna da bir iqtisadi və siyasi, ictimai zülmü var. Hələ fərhəngi zülm onlara bizim qədər olmasa da, daha az məhdud olsa da, amma elə onlar da iqtisadi zülmə və məişət çətinliklərinə məruzdular ki, əlbəttə qeyri-fars millətlər, türklər, azərbaycanlılar da elə bu konuda, bu haqda daha məzlumdular. Çünki biz bilirik ki, İranda dağıdılan büdcə, İranda sərmayəguzarlıq, dövlət sərmayəguzarlığı, xüsusi sərmayəguzarlıq Fars bölgələrində Azərbaycanın və digər qeyri-Fars bölgələrinin ən az 5-10 qatıdır. Bu artıq faktdır. Bu bir dənə hər kəsin bildiyi və hər kəsin etiraf elədiyi İranın elə nizamın öz məsulları, nümayəndə məclislər, ustandarlar və məhəlli məsulların da etiraf elədiyi bir vaqiyyətdir ki, iqtisadi cəhətdən də Azərbaycan və digər qeyri-Fars millətlər Fars bölgələrindən daldadılar. Amma ona rəğmən gənə biz görürük ki, İsfahanda, Şirazda, Məşəddə bu Fars kitləsi çox narahatdılar. Onlara olan siyasi, necə deyərlər, iqtisadi zülmlərdən, necə deyərlər, o dar həyat şərtlərindən, pis həyat şərtlərindən narazıdırlar və xiyabanlara çıxırlar. Və onların da siyasi təşkilatları, şahçılar, mücahidlər, məşrutaxahlar, onlarla sürəkli irtibat içərisindədirlər və plan-proqram tökürlər. Ki, mütəəssifanə bunların demək olar hamısı bir faşisti, ziddi türk, ziddi ərəb və Fars ırqçılığı içərən bir zehniyyət sahibidirlər. Və Amerikadan, xaricdən bu Fars toplumunu hərəkətə geçirmək istəyirlər. Amma nə yazıq ki, qarşı tərəfdən baxırıq, görürük ki, bu Fars mediaları, bu Fars təşkilatları
Yenə də məxsusən Azərbaycana və məxsusən Təbriz şəhərinə çox təkid eləyirlər. Məsələ, Ahmet News Telegram kanalı ki, indi ən çox baxılan və təqib edilən Telegram kanalıdır. Hey dalbadal yazır, hanı bə Təbriz, hanı bə türklər, türklər gəlsinlər meydana, türklər. Yəni, burada əlbəttə ki, Azərbaycan, Təbriz, türk milləti lazım gördüyü zaman meydana gələcək, öz siyasi, iqtisadi, fərhəngi, kültürel və milli hakimiyyət haqqını tələb eləyəcək, istəyəcək, alacaq. Burada şahçının, nə bilim, xalq mücahidlərinin, Ahmet News'un sözünün Azərbaycan millətinə bir geçərliliyi yoxdur. Azərbaycan milləti keçən dey olaylarında da, ondan qabaq Conmeşə Səbzdə də hər zaman göstərib ki, hesabını farslardan, fars millətindən ayrı tutur. Farsların siyasi cərəyanlarından olar ki, əslən türklərin İranda varlığını qəbul eləmirlər. Heç bir bərnamələri, proqramları yoxdur. Gedin, baxın mücahidlərin, şahçıların, o birisi fars cərəyanların proqramlarına. Baxın, görün, bunların Azərbaycana və qeyri-fars millətlərə bərnamələri nədir? Bir-iki cümlə kulli quyi, elə qeyri-mütəmərkiz olacaq. Bu qeyri-mütəmərkiz necə bir qeyri-mütəmərkiz olacaq? Bunun cüziyyatı nədir? Tərh bərnaməznamə nədir buna? Əslən, nə qarantisi var ki, siz bunu icra eləyəsiniz? Məyə Cümbüş Xalqı Müsəlmanda icra oldu, məyə ondan qabaq Pişəvəri zamanında icra oldu, məyə Cümbüşə Məşrutədə icra oldu, məyə Xiyabanıda icra oldu. Biz indi 100 ildir bu farslılar bizə qol verirlər, söz deyirlər, qolu qərar atırlar ortaya, əmələ gələndə eşək körpüdən geçdi, heç bir şey, gənə həmən qətlamlar, həmən əzmələr, həmən zülmülər. Onun üçün nə şahçısı, nə mücahidi, nə Ahmet News'u, nə o birisi, nə bu birisi heç vaxt qalxıb Azərbaycanın hesabına, özlərinə burada pay çıxmasınlar, çıxmamalıdırlar. Azərbaycan Türk milləti bunu dəfələrcə göstərib, isbatlayıb. Bugün Azərbaycan Milli Hərəkəti adında bir siyasi güc var Güney Azərbaycanda və Güney Azərbaycanın birinci siyasi gücü də Azərbaycan Milli Hərəkətidir. Azərbaycan Milli Hərəkətinin içində olan siyasi cərəyanlardır, təşkilatlardır, fərqli görüşləri ola bilər. Amma Azərbaycan Milli Hərəkətidir ki, Güney Azərbaycanda xalqımıza yol göstərməlidir və Azərbaycan Türk millətinin öz iradəsidir ki, təyin eləyəcək. Ha zaman xiyabana gəlir, ha zaman gəlmir. İstədiyi zaman təbii ki, gələcəkdir. Bəlkə o gün çox yaxındır, bəlkə bir həftə sonradır. Amma Azərbaycan bu dəfə gələndə Ahmet News üçün, Şah üçün, Rəcəvi üçün, Pəhləvi üçün, bilməm o birisi üçün, bu birisi üçün ki, hələ indidən göstərirlər ki, Azərbaycana və Türkə heç bir həq qail deyirlər. Onlar üçün gəlməyəcək. Azərbaycan öz müqəddəratına hakim olmaq üçün xiyabana gələcək. Bəlkə də o gün çox yaxındır. Və bu dəfə bir məsəl var, deyərlər, inqilabı Təbriz eləyər, çörəyini Fars Tehran yiyər, mənfəətini Tehran aparar. Bu dəfə o cür olmayacaq. Farslar inqilab eləyirlər, eləsinlər. Biz də bəlkə elə həmzaman xalqımız xiyabana gələcək, etiraz eləyəcək. Yaxın günlərdə iqtisadi darboğaza, iqtisadi pis vəziyyətə, Azərbaycana olan siyasi, fərhəngi, ənva zülmülər, bizim mühitizistimizlə ilgili, Urmu gölünə, yəni bizim indi Güney Azərbaycanda hangi sahəyə baxsan, hangi zəminəyə baxsan, bizim millətimiz mütləq fəlakətin içərisindədir. Farslardan beməratib daha fəlakət, daha çətin bir vəziyyətdədir. Təbiətən Azərbaycan Türk millətinin həqqidir ki, gəlsin meydana, həm İran İslam Cumhuriyyətindən, həm bu faşist, sözdə müxalifət, sözdə opozisyon təşkilatlardan öz həqqini alsın və onlara dur desin. Ey xalq mücahidi, ey Şahın oğlu, ey Ahmet News, ey bilməm Məşrutəxah, ey bilməm Farsın təşkilatları, sizin bu saatdən sonra Azərbaycanda heç bir yeriz yoxdur. Bu Azərbaycan Milli Hərəkətidir ki, Güney Azərbaycanda, Güney Azərbaycan Türk millətinin, Azərbaycan Türk millətinin siyasi iradəsini təmsil eləyir. Onun üçün də bizim təşkilatlarımız
meydana gəlməlidirlər, xalqla irtibat qurmalıdırlar, bərnamələrini verməlidirlər, danışmalıdırlar, millətimizə yol göstərməlidirlər və millətimiz xiyabana çıxdığı zaman bunun şüarı bəlli olmalıdır, bunun istəyi bəlli olmalıdır. Biriləri yenə Tehrandan və ya Vaşinqtondan gəlib Təbrizə qonub Azərbaycan Türk millətinin iradəsinin üstünə ipotek qoymamalıdır, iradəsinin üstünə qonmamalıdır. Bizim millətimiz özü öz iradəsini ortaya qoyaraq öz müqəddəratına, indi bu müqəddərat ola bilər İranın içində olsun, desin ki, mən digər xalqlarla davtələbanə bir şəkildə, gönüllü bir şəkildə digər xalqlarla bəlli şərtlər altında ki, mənim bayrağım bəlli olmalıdır, mənim mərzim bəlli olmalıdır, mənim məclisim olmalıdır, mənim milli hökumətim olmalıdır, mənim iqtisadım öz əlimdə olmalıdır, mənim... Bunun 1000 dənə şəraiti var ki, yaxında bu haqda bizim Azərbaycan Milli Dirəniş Təşkilatı olaraq bir sənədimiz var, açıqlayacağıq, onda da bunu yer verəcəyik bunlara. Yəni, Azərbaycan Milli Hərəkətinin təşkilatları artıq bugün daha aktiv bir şəkildə meydanda olmalıdırlar, millətimizə aydınlıq gətirməlidirlər, söz deməlidirlər, söz eşitməlidirlər, proqram ortaya qoymalıdırlar, tənqid eşitməlidirlər, o tənqidlərə görə gedib bərnamələrini gözdən keçirtməlidirlər ki, Vaşinqtondan, Tehrandan bizim millətimizin varlığını qəbul eləməyən siyasi güclər gəlib bizim millətimizin müqəddəratının üstünə qonmasınlar. Yenə də təkid eləyirəm, İranda olaylar davam eləyir, xaricdə, Amerikada İranla ilgili ciddi bərnamələr tökülür. Bunu keçən təşkilatımızın sözçüsü Babək bəy Çələbiyani də açıqladı. Amerikada, Vaşinqtonda hər gün oturumlar qurulur, opozisyon qurulları güya farslılar tərih bərnamə tökürlər, birləşirlər, filan eləyirlər və içəridə bu olayları da pompalayırlar və qovlu məruf təhrik eləyirlər, qaz verirlər bunlara. Ola bilər, hər millət özü bilər. Amma olar ki, indidən başlayıblar Təbriz, hanı bə qəhrəman Təbriz, hanı bə Təbrizin oğulları gəlib neynəsinlər filan. Təbrizin oğulları Cəngidə gördülər sizin mərifətizi. Təbrizin oğulları 85-in karikatur olaylarında gördülər sizin mərifətizi. Təbrizin oğulları inqilabda gördülər sizin mərifət. Təbrizin oğulları, Azərbaycanın oğulları 100 ildir sizin mərifətizi, sizin yalanlarınızı, sizin vədələrinizi, sizin saxtakarlığınızı görürlər. Təbrizin oğulları, Azərbaycanın oğulları, Türk evlatları bir daha bu yalancı, saxtakar fars siyasi cərəyanların hoqqabazlığına gəlməyəcəklər, bu numaranı yeməyəcəklər, bu börk başlarına geçməyəcək. Təbriz, Azərbaycan, Türk milləti qəhrəmancasına meydana gələcək, bəlkə çox yaxın günlərdə, amma öz şüarı ilə, öz müqəddəratı üçün, öz milli hakimiyyəti üçün. Dediyim kimi, milli hakimiyyət İranın içində də ola bilər, o millətimizin müqəddəratına qalıb, millətimizin istəyinə qalıb. Ola bilər millətimiz təsmin tutsun ki, əsən ayrı bir müstəqil ölkə qursun. O da millətimizin ən doğal, ən təbii haqqıdır. Haqqı təyini sərniştin zaten mənası budur. Və bütün beynəlmiləli sənədlərin ən təməl, ən əsas necə deyərlər, maddəsi də haqqı təyini sərnişt. Bir millət ki, müstəmirə olub, bir millət ki, əzilir, bir millət ki, zülmə məruzdur, hər mənada onun haqqı var ki, beynəlmiləli qanunlara görə öz müqəddəratını təyin eləyə. Gedə sandıq başına, deyə ki, mən müstəqil oluram, ya da bu ölkənin içində qalsam da, bu şərait altında mən bu ölkənin içində qalacağım bundan sonra davtələbanə bir şəkildə. O da bizim millətimizin ən təbii haqqıdır. Kimsə də bu haqqı bizim millətimizdən əsirgiyə bilməz. Onun üçün də təşkilatlarımız, fəallarımız, aydınlarımız, düşünürlərimiz aktiv bir şəkildə meydanda olmalıdırlar və milli iradəmizə yön verməlidirlər. Sabah Urmiyenin, Təbrizin, Ərdəbilin, Zəncanın, Həmədanın, bütün Azərbaycan şəhərlərinin, Astaranın, Qəzvinin xiyabanlarında Türk milləti xiyabana çıxanda bu Türk milli bilinci, Azərbaycan milli bilinci olmalıdır ki, bu etirazları yönləndirsin və
milli müqəddəratı təyin edincəyə qədər də bu milli iradə xiyabanda olmalıdır, xiyabandan çəkilməməlidir və gərəkdiyi zaman bütün imkanlarından və bütün əbzarlarından, bütün əhrumlarından da istifadə eləməlidir və eləyəcəkdir də. Onun üçün bir daha təkid eləyirəm, əminəm ki, elə bu proqramları da izləyirlər və görürlər. Bu faşist təşkilatlar, Mücahidi, Ahmet Niyuzu, bir sürü, çox var. Bunlar Azərbaycan konusunda, Azərbaycan haqqında, indi mücahidlər gəliblər, Azərbaycan adına Twitter hesabları açıblar, Telegram hesabları açıblar. O dedi, kəhlik başını soxdu qara, dedi və heç kim onu görmür. Biz qəşəng görürük xalq mücahidlərinin Azərbaycanla ilgili tərhi bərnamə demirəm, totələri deyirəm, xiyanətləri deyirəm. Və bir sıra maalesef nə yazıq ki, Təbrizli, Güney Azərbaycanlı, Azərbaycanlı bizim gənc insanımız bunların bu yalanlarına qanıb, allanıb, indi onlara bilməm Telegramda, Twitterdə və ya internetdə onlara fəaliyyət eləyirlər. Siz xalq mücahidlərinin Əşrəf kampında, OBC kamplarda Türk dilinə, Türk millətinə qarşı necə bir ambargo, necə bir boykot, necə bir zülm içərisində olduğunu məgər görmədiniz? Mücahidlərdən ayrılan bu qədər Türk insanı var. Əşrəf kampından çıxandan sonra və Liberty'dən çıxandan sonra gedin onlarla danışın. Deyin xalq mücahidlərinin Türk milləti və Azərbaycan haqqında fikirləri nədir? 2 cümlə qoyub ora, biz qeyri-mütəmərkiz verəcəyik. Qeyri-mütəmərkizi bir aş görək, bir qeyri-mütəmərkiz yəni nə mənə? Şahçıların zaten hər şeyləri bəllidir. Farsların ən demokratı o ay Nuri Əlaydı ki, federal deyildi. Sönüb ay Kərim Əbdiyan ərəb ki, bir dənə kamilən mütəşəxxis, oxumuş, sabiqəli, çox demokrat, heç təciyə tələb də deyil. Deyirəm, mən federalistəm. Sönüb ona deyir ki, bu adam nəcisdir. Siz baxın bunların zehniyyətinə, bunların ən demokratik adamı sönüb bir ərəb aydınına deyir, bu nəcisdir. Nəcis bunların zehnidir. Xalq mücahidinin də, şahçısının da, obisinin də, pubisinin də, elə bu Ahmet Niyuzun başında duran Ay Ruhullah Zəm, bunların hamısının geçmişi bəllidir. O bir dənə Ayətullah oğludur. Dünənə kimin də rejimin içində, inqilabın sofrasında müftə yeyirdilər, indi də müftə yeyirlər və həqiqətən bunların zehni, siz də bağışlayın, nəcisdir. Ona görə Güney Azərbaycanın içərisində bizim millətimiz, əksəriyyəti mən əminəm və bilirəm, görürük, hiss eləyirik ki, əksəriyyət millətimiz Azərbaycan davasının dalısıca gedir. Bir tədad mədudlar var ki, hələ də bu şahçıların və ya bu xalq mücahidlərinin felinə gəliblər. Onlar geçsinlər, lütfən bu xalq mücahidlərinin, elə bu fars cərəyanlarının Azərbaycan və Türk milləti üçün, digər qeyri-fars millətlər üçün zehniyyətlərini biraz oxusunlar, araşdırsınlar. Görsünlər ki, bu faşistlər Xümeyni ilə, Xameneyi ilə heç bir fərqləri yoxdur əsasən. Qeyri-fars millətlər haqqında Xümeyni ilə, Xameneyi ilə, Şahla heç bir fərqləri yoxdur. İndi bir para qəşəh sözlər deyirlər, o da çox kulli, bir-iki cümlə, bir-iki cümlədən izafə heç bir şey demirlər. Sabah gələndə əllərindən gəlsə, elə bu fəalların hamısını, çalışanların hamısını əvvəldə edam eləyəcəklər, eləyərlər. Necə ki, Cumhur İslami elədi, şah eləyirdi. Ondan sonra həmən aş, həmən kasa. Azərbaycan Türk milləti yaxında xiyabanlarda, küçələrdə öz iradəsini ortaya qoyduğu zaman, o zaman bu farslar görəcəklər ki, daha Azərbaycandan onlara çıraq yoxdur. Öz ifadələri ilə də Azərbaycan quşlu qurbaniyə dəmitub deyil onlara ki, gələrlər, Azərbaycanı verərlər dədələrinin köhnə borcuna, sonra gedərlər özlərinə Tehranda sufra dəstərxan açarlar. Azərbaycan Türk millətinin sufra dəstərxanı Təbrizdə, Tehranda deyil. Bu dəfə biz öz suframızı Təbrizdə açacağıq, öz çörəyimizi özümüz pişirəcəyik, özümüz yiyəcəyik. Başqa bir analiz proqramını dinlədiyiniz üçün çox təşəkkür edirəm. Başqa bir proqrama dək əsən qalın.